Badam emalı zavodunun layihə təqdimatı. Zavod Bakı şəhəri, Abşeron rayonu, Türkan Üzümçülük Safxozunda az badam MMC-nin 3,8 hektar ərazisində planlaşdırılmışdır. Məqsədimiz bağdan yığılan badamın fiziki kimyəvi tərkibi dəyişmədən ləpə halına gətirmək. Zavodun binaları və köməkçi tikililəri, istehsalat binası, inzibati bina, qazanxana, kompressor, təmir boksu, transformator və nasosxana və yanğından mühafizə, içməli texniki və yağış su anbarları, nəzarət buraxılış məntəqəsi, xammal qəbul məntəqəsi, tərəzi. İş fəaliyyəti bir növbəli olaraq fəaliyyət göstərəcək. İşçilik, administrativ 25 nəfər, istehsalat isə 25 nəfər nəzərdə tutulur. Bir, təbii qurudulma üçün xammal məntəqəsinə qəbul edilir. 2. İlkin təmizləmə, kör-çöp və daş kəsəkdən təmizlənmə. 3. Qurutmadan əvvəl nəmləndirilməsi. 4. 20 ton dəmir kənlərə yığılması. 5. Qabıqdan ayırma 8 mərhələli prosesdir. 6. Ələnmə prosesi, yüngül yad cisimlərdən təmizlənmə. 8. Ləpə halına gətirilmiş badam çeşidləmə, metal detektor, qurutma və qablaşdırılması.